Nə qəşəngdir. İller boyu seni gezdim, ay geciken muhabbetim. Sen yuvandın, ben terestim, gitti gençliği teravetim. Ay geciken muhabbetim. Saçak attım bu yollarda, hardaydın söyle harda. Bir yarpağın sonbaharda, sarılıram yetim yetim. Ay geciken muhabbetim. Sen ezelsan, göz yaşısan, bəxtimin son akışısan. Müğənni deyil, hə? Belki talih karışsan, belki de ilk saadetim. Ay geciken muhabbetim. Saç ağarttım bu yollarda, hardaydın söyle harda. Bir yarpağım sonbaharda, sarılıram yetim yetim. Saç ağarttım bu yollarda, hardaydın söyle harda. Bir yarpağım sonbaharda, sarılıram yetim yetim. Ay geciken muhabbetim. Çok qəşəng. Beğendim. Çok beğendim. Məhəbbət geciksə də mən gecikmədim. Və detektivlərimiz. Faiq bəy, nə fikirləşirsiniz? Vallahi fikirləşməyə heç belə mağam tapmadım. Məni bu səhnəcə elə apardı. Elə gözəl aranjman oldu. Sərxan Sərxanın gözəl mahnısıdır. Buradan Sərxan Sərxana da salamlar. Və bu mahnını uzun illər sonra yenidən gündəmə qaytaran Niyam Səlami oldu. Onu çox gözəl oxumuşdu. Bugün də Pələngimiz ifa elədi. Niyam oxumuşdu. Və hətta mənə elə gəlir ki, böyle Niyam Səlami özüdür. Coşqun bəy, mənə maraqlıdır. Siz neçə il məhəbbətinizi gözləmişsiniz? O sual daha Yo, çox mən mənə aid. məhəbbətim gecikməyib ki, vaxtında gəlib. Ona çox vaxtında gəlib. Çox şükürlər. vaxtında gəlib mənim məhəbbətim və hamıya da məhəbbət dolu həyat arzu eləyirəm. Amin. Çünki heç kimin məhəbbəti gecikməsin, vaxtında hər şeyi datsınlar. Pələng, əlasan, Pələng, supersən, Pələng. Sən bizi təəccübləndirməyə davam eləyirsən. Amma nə qədər maskanın altında gizlənsən də bizim təxminlərimiz çox maraqlıdır. Bu Cəmildir, Cəmil. Cəmil? Cemil. Cemil. Ha, Cemil. Mənə elə gəlir, bu mənim təxminimdir. Çox gözəl. Murad, üzünüz gülür. Təbii ki, mahnı xoşunuza gəldi. Yox, heç Bunu də sizin gülmür, təbəssümünüzdə heç də işləmək olur. Buyurun. gülmür. Heç üzüm də gülmür, əhval-ruhiyyəm də başqadır. O Niyə qaranlıq Murat? dəniz abu havasındayım mən. Bu Pələngin artistizminin yüksək dərəcəsi və səviyyəsidir ki, məni qaranlıq sulara qərq edib.
Ay bu bizi çok sevindirir ama. Hə, niyə sən xoşdursan mən dəli dolu bir atışa 150 variant deyən bir insan olum. Deyin variantları Məni deyin. Sərxan Murat Ama bizə. Sərxan. bu variantlar üstüne düşsün. Məni Sərxanın musiqisi, Tofiq Bayramın sözləri apardı. Bir də ki, Pələng, əziz Pələng. Mən artıq bilirəm sizin haqqınızda bəzi şeyləri, təxmin etmirəm ha. Mən bilirəm ki, sizin 35-dən aşağı deyil yaşınız. Mən bilirəm ki, düzdür, bu məsələlər Nigar xanımın sahəsidir. Siz çox davamlı, çox mütəmadi, bilməm, həyat şərtləri üzündən Rus dilli bir insansınız. Çox Rus dilli bir insansınız. I hərfindən tutdu. Bir çox Murat məqamlar. biraz tez ol, yiyəcək məni. Yavaş-yavaş çəkir özünə tərəf. Ağa, bizim maskalar sənə nə eləsələr də səni Murat cücəyi yeməzlər. yeyib, mənə də pələng yiyəcək. Mənim indi ağlımda bir neçə variant var. Mən elə gəlir ki, bu Abbas Əhmədin nəslinə aid olan sənətçilərdəndir. O dönəmlər səhnədə olan adamlardan biridir. İlqar Xəyal deyil, Baxtin Abbas deyil. Əhməd ola bilər. Yevgeni Baxtini mən hiss elədim. Fuad Bigbayev var idi. Of, bir vakalı var idi. Ondan sonra Moskvaya köçdü. Faiq Ağayevin nəslinə aid olan Mən sənətçi buradayım. hiss elədim. Mən buradayım. Ya da ki, çox Yox. 80-lərə, 90-lara bağlı, misal üçün Fuad Musayev var. O dövrü çox sevir. Mən- Onu hiss elədim biraz. Fuad Musayev Sən ola belə bilər, bir düz- versiya düz- istisna əla edirsən versiyadır. ki, misal üçün nisbətən cavan insan bu mahnını sevə bilməz bəyən. Yox, sevə bilər. Amma Pələng onu doğru hisslərlə çatdırdı. Doğru emosiyalarla verdi. Gecikən məhəbbət haqqında həyatı yaşamış və sevginin gecikmiş olduğu gerçəyinə varmış insan belə oxuya bilərdi. Sən sinə dəftərsən. Hətta əsaslandırdı ha. Kamilə xanım, siz də dinləyin. Mən düşünürəm ki, hissləri çatdırmaq üçün təbii ki, hər bir ifaçı, hər bir sənətçisi həm də eyni zamanda gözəl aktyordur. Təbii ki, bunun öhdəsindən gələ bilərdi. Amma hissləri bu qədər dərindən çatdırmasının biz eyni zamanda tamaşaçılardan belə şahidi olduq ki, mahnının bitməyinə saniyələr qalmış, bütün auditoriya ayaq üstə Pələngi alqışladı. Hamımızı öz sehrini almağı bacardı Pələng. Və bir onu deyə bilərəm ki, əgər bugünə qədər 2 sevimli maskam vardısa, artıq 3-dür. Və təbii ki, həmin bu çevrə daraldıqca insan çətinlik çəkir və onların üçünün heç birinin getməyini istəmirsən. Amma fərziyyələrə qalanda bu eyni zamanda aktyor da ola bilər. Çünki aktyorlar səhnədə həm ifa etməyi bacarırlar, həm öz emosiyalarını dərindən çatdırmağa bacarırlar. Razıyam. Və onların rolları olur ki, onlar orada klon olurlar. Aktyorlar tənhalığa meyillidirlər. Çox gözəl ipucuya xüsusi olaraq toxundunuz. Çalışırıq. Hələ sehirbaz olmasam da öyrənirəm. Belə çıxır Aycan, ki, Aycan. deyirsən ki, əvvəl 2 nəfər idi mənim sevimli maskam, indi Artıq 3-dür. üçdür. Maraqlıdır o ki, 2 nəfər kimdir, hansı Yox, mənə maskalar idi? maraqlı başqa şeydir. Belə çıxır ki, Pələng sənin gecikmiş məhəbbətindir. Belə o çıxır. da var. Belə çıxır. Belə çıxır. Vay bəy, təşəkkürlər. Əgər aktyorlardan yola çıxırıqsa, təşəkkür edirəm əziz dostum. Əgər aktyorlardan yola çıxıramsa, düşünürəm ki, bəlkə bu maskanın arxasında elə arxasında elə Bəhruz Vaqifoğludur. Həm pantomima aktyorudur, həm tənhalığa meyillidir, həm deyəsən bəyənmədi mənim variantımı Pələng. Amma o ipucularla tanımadı məni sənin ora variantını apardı. Deyəsən Pələng. heç bilmə. Amma yox, çox istedadlı aktyorumuzdur. Bəli, Bəhruz'u çox sevdiyimiz sevirik. aktyorumuzdur. Bəlkə Rus dram teatrının əgər Muradın ipucularına və dediyi cümlələrə, onun dediyi cümlələrə Fuad çox diqqətlə. Osmanov. Fuad Osmanov. Bravo, bilər. bravo. Fuad Osmanov. Bravo. Azərbaycan rəhbərliklər dilində də söhbət mükəmməl danışır. Yo, mən onu bir də Azərbaycan düzəlişdim. Mən mükəmməl demirəm danışır. Azərbaycan dilində pis danışır. Mən deyirəm ki, müəyyən şərtlər ucbatından həyatında daha çox Rus dillidir. Gündəlik həyatında, məişət həyatında. Mən də I Onu hərfindən sezdim. bayaqlar biz I deyəndə təmiz I hərfi deyirik. Rus təhsilli insanlar I-dan İyə keçirlər. Saralır deyən I. Saralıram. Saralıyram. Faiq bəy, gəlin o barədə ekspert danışsın da. Nigar Camal bu dil üzrə ekspert Nəçələr danışır. üzrə ekspert. Bəli. Gözünün sırasında buyurun. Deyə bilərəm ki, ən sevdiyim maskalardan biridir.
Çünki çox belə bir brutal video fasonu var. Hə, və əvvəl düşünürdüm ki, müğənnidir. Hoppa, 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 hoppa. Nigar xüsusi sizin üçün diyama belə. Əvvəl düşünürdüm ki, müğənnidir. İndi düşünürəm, bəlkə hansısa bir müğənni filmdə çəkilmişdi. Ona görə də yəni aktyorluq karyerası biraz yəni başa çıxır belə şeylərdən. Ya da o Rus dram teatrın bir aktyorudur. Deyim birini. Mənim çox sevdiyim Aha. və Maska layihəsini çox sevən dəyərli aktyorumuz, aparıcımız Firdovsi müəllim də ola bilər. Gəlin onu alqışlayaq, salamlarımızı Firdovsi ata kişiyə də söhbət Bəli, edirsən. bəli. Amma əziz həmkarlar, öz ipucularında dedi ki, mən həm rəhbərlik, həm də klonluq lazım olanda həm rəhbərliyi bacarırım, həm də klonluğu bacarırım. Misal üçün Bu Elman Rəfiyev də ola bilər. Yes. Əla. Bu Elman Yaxşı Rəfiyev də ola versiyadır. Bu O zaman bu Nicat da bu ola bilər. Əkbər Əlizadə də ola bilər. Bəli, oyda Əkbər Əkbər Əlizadə Əlizadə. necə istedadlı adamdır və bilərəkdən məhz belə də oxuya bilər ki, bizi çaşdırsın. Ola bilər, hər biri ola bilər. Gəlin belə bir məqamı da xüsusi olaraq vurğulayaq ki, bizdə hələ yalan doğru məlumat var axı. Keçək ora, Pələng özü haqqında 2 məlumat deyəcək. Doğru və yalan məlumatı. Auditoriya kömək eləyək onlara. Detektivlərimizin köməyə ehtiyacı var. Pələng 2 məlumatı söyləyəcək. Biri doğru, biri səhv və təbii ki, siz alqışlarınızla kömək eləyə biləcəksiniz. Buyurun Pələng, birinci məlumat. Deyə görək. Otel biznesinde payım var. Buna əl çalmayın, yalan deyir. İkinci məlumat. Yaşadığım binada 2 halk artistiyle komşuyum. Yaşadığım binada 2 xalq artisti ilə qonşuyam. O dedi ki, otel biznesində payı var. Ha, inanmadınız. Sonra dedi ki, 2 xalq artisti ilə bir binada yaşayıram. Auditoriya ikinci məlumatı daha doğru bildi. Faiq bəy, mən buradan belə bir qənaətə gəlirəm ki, qonşularınızı axtarsınız. müğənni deyil, çünki bizim müğənnilər bir-biri ilə xalq artistlərini nəzərdə tuturam. Deyəsən müğənniləri deyirəm. Qonşu deyirlər, amma aktyorlar bir evdə yaşaya bilərlər. 2 xalq artisti, 2 aktyor bir binada yaşaya Ailə bilər. olaraq, yoxsa- Ayrı-ayrı ailələr. Mən aktyorların evi var, jurnalistlərin evi var. Biz müğənnilərin yazdığın evi yoxdur axı. Ona görə xalq artisti deyəndə mən aktyorları fikirləşdim. Bəs birinci məlumat biznesin var, otel. Otel biznesi olsaydı biz otel xəbərdarıq. biznesi. Bəlkə Bir Samir dakika, bir Piriyevdir. Firiyev, Axı onun ay sağ otel ol. biznesi var idi. Var. Samir Və Firiyev. elə Niyamın da otel biznesi var idi. Amma deyir payım var, hal-hazırda var. Var, Sən dediyin Murat iki sevinir, nəfərdə- Murat sevinir, Murat sevinir. Mənsə gəlib. Deməli Murad İddia eləmirəm bütün ki, düz deyirəm. Hamının biznesləri üzrə, necə ki Nigar Ləhçə üzrə Yo. ekspertdir. Murad da bütün biznesləri Düzdür. üzrə Ay Pələng ekspertdir. yoruldu, De görüm. getmək De. istəyir dostlar. Deyən qoy desin. Kimdir? Düzdür. Faiq bəy düzdür. Çünki məhz mən Faiq Ağayevin mənzil biznesi haqqında efirdə geniş açıqlama vermişdim müsahibələrin birində. Mənim biznesim. Ay Allah qurban olum, doğru olsun, nə olar? Ağlıma isə yaxşı bir variant gəlib. Murat, Yaxşı bir variant. dinləyək, sonra yadına Çox çıxacaq. gözəl bir yadımdan variant. çıxacaq. Arıqlamaq, aktyorluq, səhnə. Bu Parniz Baku, Bakılı oğlanlar komandasından Azər də ola bilər axı. Ola bilər. Deyən Nigar nəsə demək istəyir. Çox sağ Nigar ol. xanım çox sağ ol. yadınızdan Bir çıxmayıb. sualım var. Bəli, Faiq bəyə sualım olacaq. Çünki siz xalq artistisi və sizdə qonşuluqda Murad Dadaşov deyəsən yaşayır. Var, hə. Okey, tamam. Sizdə başqa bir aktyor və müğənni var yaşayan sizin o tərəflərdə? Biz tərəfdə Suna Kasimoğlu yaşayır, amma inanmıram ki o pələng olsun. Gəlin hörmətli detektivlər, hər kəs son olaraq öz təxminlərini söyləsin. Coşqun bəy, sizcə Mənə elə gəlir ki, Pələng maskası arxasında hansı məşhurdur? Bizim gözəl aktyorumuz, Respublikanın əməkdar artisti Əkbər Əlizadədir. Təşəkkürlər. Kamilə Babayeva, Abbas Bağırov ağlıma indi gəldi. Bravo, come on, bravo. Murad Arif, buyurun. Mən də düşünürəm ki, müğənnilərdən məhz Abbas Bağırov bizi allada bilər. Çünki o da parodiya üzrə Nigar ustadır. Camal, Hə, mən düşünürəm ki, İbrahim Çingiz ola bilər. İbrahim Çingiz, Nigar Camal deyir və Faiq Ağayev. Niyam Selamidir. Təşəkkürlər detektivlər. Gəlin pələngimizi çox yormayaq.
Pələngimizi yola salırıq. Birinci qarşı durmanın birinci maskası. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Pələng maskası arxasında kimdir?